Verilmiş ədədlərin kompüterin yaddaşında tutduğu yerləri müəyyən edin. Onluq, 16-lıq və 8-ci say sistemində olan ədədlər verilib. Əvvəlcə onluq say sistemində olan ədədə baxıram. Onluq say sistemində olan ədədin kompüterin yaddaşında tutduğu yeri tapmaq üçün həmin ədədi 2-nin qüvvəti şəklində göstərirəm. Əgər həmin ədədi 2 üstə n-ə gətirmək mümkündürsə, həmin ədəd yaddaşda n plus 1 bit yer tutur. 2 üstü 9 olduğuna görə onda deyirəm ki, həmin ədəd yaddaşda 10 bit yer tutacaq. Deməli, 1-ə uyğundur 10 bit, yəni 1 B-dir. 16-lıq say sistemində necədir? 16-lıq say sistemində bir simvol yaddaşda 4 bit yer tutur. 16-lıq say sistemində bir simvol 4 bitdir. Və burada 3 dənə simvol var. F, 1 və 6. Hərəsi 4 bitdirsə, onda olacaq 12 bit. Yəni 2-yə uyğundur D. İndi üçüncüyə baxıram. 8-ci say sistemində isə bir simvol yaddaşda 3 bit yer tutur. Onda 2 dənə simvolu varsa, onda 8-ci say sistemində olan bu ədəddə yaddaşda 6 bit yer tutmuş olacaq. Yəni 3 də A-dır. 1 B-dir, 2 D-dir və 3 A-dır.